Salam dəyərli İntizar Radiosu izləyiciləri. Hər birinizi ayrı-ayrılıqda xoş gördük. Mübarək cümə gününün axşamında İmam Mehdi süfrəsindəyik. İlahi azmel bela ve berihal khafa وانكشف الغطاء. Hədislərdə qeyd olunur ki, Həzrət Mehdi onun salamatlığı və gəlişinin tezləşməsi üçün dua edən şəxsə mələklər, peyğəmbərlər, zülmü peysərindən kəsib ayıran yoğun gövdələrə bir tufan gəlir. Aleykə yəbnə Rasulillah, Esselamu aleykə yəbnə əmiril-müminin. Bayrağı zülmün yatacaq, İmam zaman gələn günü, qəm yükün hər kəs atacaq, İmam zaman gələn günü. Həsrəti yarım bitəcək. Bismillahirrahmanirrahim. İmam Zaman cəmiyyətinin necəliyi barədə bu bəhs istər-istəməz belə bir sual yaradır ki, hələ qarşıda olacaq, gələcəyə aid olan məsələni bugün təfərrüatı ilə bilməyimizin nə əhəmiyyəti var?